Belarus prezidenti Aleksandr Lukashenko Xaç bayramı münasibətilə ənənəvi olaraq buzlu xaç suyuna girib. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. Mərasim zamanı Lukashenkonun sevimli iti, şpits cinsli Umka da onu müşayiət edib. Kadrlarda prezidentin soyuq havaya baxmayaraq sakit və rahat şəkildə suya girdiyi görünür. Qeyd edək ki, Xaç bayramında buzlu suda çimmək pravoslav ənənələrinə görə xüsusi dini və simvolik məna daşıyır və Lukashenko bu mərasimdə demək olar ki, hər il iştirak edir. Пойдем. Я скажу так, я с не перестал.